mən ondan qorxuram ki, İlham Əliyev, yəni bu Paşinyan nöqteyi nəzərdən İlham Əliyev müvəqqəti bu torpaqları Putinlə alır. Və indi də həmən o Putinin verdiyi sözü yerinə yetirərək Qarabağda müəyyən tikintilər və müəyyən işlər görür. Və günlərin bir günü həmən torpaqları, yəni Putin bircə icazə verir. Onu bizim oğullarımız alıb. Və o oğullar ki, İlham Əliyev, baxın, İlham Əliyev özü də etiraf edir ki, mənim dövrümdə 18 yaşında avtomat tuta bilməyən uşaqları verib qabağa. Halbuki Azərbaycanda elə oğullar var idi ki, mən demişdim sizə, mənim bir dostum var idi Qubadan. İkinci Qarabağ müharibəsi başlayanda hərbi komissarlığa ərizə yazdı. Getdi qapının ağzında durdu ki, mən şəhid olmaq istəyirəm. Ona dedilər, get, çağırarıq səni. Amma əskərliyə 18 yaşı tamam olan günün səhərsi boynundan tutub Azərbaycan oğlunu apardı, həmən orada qırdırdı. Və mən bugün həmən o şəhidlər var. Bax, o şəhidlər ölməz, vətən bölünməz, o silsilə şəkilləri bilirsiniz niyə verirəm. Hamısının da tarixini yazıram ki, görüm nə qədər olacaq. Onların, əfəndilər, onların 90% 18-21 yaş arasıdır. Və bugün də Azərbaycanda 2004-cü il statistikasından götürsək, bugün Azərbaycanda gənclərin sayı, deyək ki, 2004-cü ildə İlham Əliyev bu insanların sayının artmasından bağlı qərar qəbul edir. Onda 2.800.000, deyək ki, 15 yaşından 29 yaşına, bu yaş gənc dövr sayılır. Gənc var idi. İndi 2 milyon yarımdan azdır, dostlar. Və bu silsilə getdikcə azalır. Bilirsiniz? Yəni, məsələ budur. İlham Əliyevin törətdiyi cinayətlər, yəni həmin o, indi burada bir yer var, burada bəzən köylərir, bəzən yəni, İlham Əliyev böyük oyunbazdır. Dədəsi kimi. Dədəsindən öyrənib də Heydər Əliyev. İndi yadınızda tutsan sizə bir şey də göstərəcəm. Tələsməyin. Deməli, Heydər Əliyev hara gedirdisə deyirdi, mən bu xalqın, bu millətin yolunda canımı da qurban eləmişəm, qalan ömrümü ona həsr eləmişəm. Bəli, Heydər Əliyev bircə gününü də Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr eləməyib. Bütün həmən o dediklərim nə qədər bacarıb dağıdıb, yiyib, paylayıb ki, bu hakimiyyətdə qalsın və bunun nəsli idarə eləsin. Nizam bəy gəldi. Əleykum salam əziz qardaşım. Yəni, mən nəyi demək istəyirəm, dostlar? Yəni, bugün İlham Əliyev təsəvvür edin, 100-dən çox deyir, mən Qarabağa gedib gəlmişəm. Amma bu milləti, bu xalqı rahat qoymur Qarabağa gedib gəlməyə. Və ən əsası nədir? Həmən bu Qarabağlıları öz dədə-baba torpaqlarında ev tikməyə də icazə vermir. Onları başqa bir yerdə, yəni dəxli olmayan, bilirsən, insan öz doğma torpağında olanda onu, baxın, biz indi kənddə əgər bir adam deyək ki, mən öz kəndimizdə, mən gedib orada ata yurdumu satsam, hamı mənim atamın görünə söyər ki, sən utanmırsan mı, sən atanın yurdunu satırsan. Bugün İlham Əliyev bütün Qarabağlıların 99 hamısını Qarabağa öz mülklərinə qayıtmağa qoymur. Öz torpaq, ata-baba yurduna, atasının, babasının ruhunun gəzdiyi torpağa qoymur. Baxın, doludur. Kəlbəzərdə və başqa yerlərdə öz cəmaatın kəndində gedib, kimsə hardansa gəlib, ferma tikir, malqara filan zat, bircə yerli adamlara olmaz oraya getmək. Niyə? Yəni, budur dostlar, məsələ budur. Mən ona görə deyirəm ki, biz, əziz qardaşlar, biz
Ona göre deyirəm, yığışmalıyıq bir yerə. Baxın, sizin və bizim nadanlığımız yüzündən biz bugün İlham Əliyevin əsarətində yaşayırıq. Xətrinizə dəyir mən deyəndə ki, baxın, əgər doğrudan da sən istəyirsənsə, bax, insanlar bu boyda iş görürlər, sən doğrudan da istəyirsənsə, Azərbaycanda hakimiyyət dəyişikliyi istəyirsənsə, hakimiyyət dəyişikliyi üçün get bir adam gətir. Məsələn, deyək ki, 10 nəfər hərəsi bir adam həqiqi vətənpərvər tapıb birləşdə, bu eləyir 20 nəfər. O birisi gündə həmən o 20 nəfər. Yəni, bunlar üçün biri var ki, bir nəfər bütün xalq üçün çalışsın, özünü o da közə vursun. Biri də var ki, hərə öz boynuna düşən yükü yerinə getirsin. Yəni, hərənin boynuna biraz yük düşəndə onu aparmaq asan olur. Amma bir şeyi bir adam götürəndə onun altından çıxa bilmir dostlar. Bunu hamımız bilirik, Allah'a şükür.